Sabahınız xeyir, gününüz aydın olsun. Yeni bir videomuza hoş geldiniz. Bugün bu cicişləri aparıb əkəcəm. Artıq əkmək vaxtıdır. Baxın, suya qoymuşam, suda gül açıb. Sonra belə xaladenkdə buzlamada sütlərim var idi. 2 litr bunları çıxartdım. İndi bişirəcəm. Uşaqlarla səhər yeməyimizi süt çörək yeyəcəyik. Və yavaş-yavaş işlərimizə başlayaq. Ciciş. Ay, töküldü. Aparıb əkək bugün bunları. Çünki yaxşı kök atıblar. Artıq vaxtıdır. Ay, açım. Töktüm, qazana qoydum pişməyə. Ayrı-ayrı qoydum. Çünki yadıma düşdü ki, bu sütü ayrı vaxtda, bu sütü də ayrı vaxtda almışam. Ona görə ayrı-ayrı qoydum ki, qoy ayrı-ayrı pişsin. İndi yanlarında durum pişsinlər. Daha sonra görüm neyinirəm. Sütümüzün biri pişdi. Baxın, çox qəşəng. Üstü qəşəng üzdə tutub. Bu hələ indi pişmək istəyir. Buzu yekəydi, əridi. Burada da tez toyuq doğradım, qoydum. Yoldaşım istədi. Az sulu, belə biberli, pomidorlu toyuq pişirəcəm. Kartoflu, qazan kotleti kimi də elə bir toyuq pişirəcəm. Belə uşaqların durmağını gözləyirəm. Uşaqlar da deyəsən durmur hələ. İstəyirəm töküm sütümü yiyeyim. Onlar duranda da onlara verim. Ventilatorda qoşmuşam. Bəlkə də onun səsi gələ bilər sizə. Belə. Toyuğumu qoymuşam, qaynasın. Sütümüz də qaynasın. Bunu çıxartmışam. Bu niyə çıxır? Belə. Çıxmışam indi də həyətə. Deməli niyə? Baxın, bu gülüm mənim bilirsiniz ki, ana ürəkdə. Bizim zona ümumiyyətlə ana ürək deyirik. İndi başqa vaxt, yəni başqa kim nə deyir bilmirəm. Deməli ki, yəni belə uzun çıxıb, belə ətəklərində yoxdur. İndi mıçıratmaq istəyir. Yəni indi fikri var. Çox qalın, çox qəşəng kökü idi. Amma niyə öldü, birdən-birə nə oldu bilmirəm. Baxın, belə qurudu, birdən-birə nə baş verdisə bilmirəm. Ona görə də mən xalamdan gətirmişəm. Burada bunda var. Ona görə onu qırmıram. Sonra xalamdan belə Zuzi də çıxartmışam özümdən həyətə. O yana gedirdi ona görə. Bir şey tutmaq istəyir. Ayaqlarını, əllərini yuyacam. Aparacam evə. Qorxur hər şeydə. Və dediyim kimi belə gətirmişdim xalamla. Baxın, bunları belə kök atdırdım. Qəşəng. İndi bunun olmayan yerlərini əkəcəm ki, bu gəlib onu belə keçsin. Yəni az olmasın. Yavaş-yavaş əkeyim. Bu da kök atıb, baxın. Nə qəşəng özü də kök atıb. Kök atmış olanda qəşəng çıxır. Buradan bir dənə böyük ovuq açacağım. Ora. Böyle ovuq açıram. Ancaq bəsdir. Daha sonra bunların bu ölmüş yarpaqların qırıram. Çünki ağırlıq eləməsin kökə. Daha sonra bu yaxşıdır. Bu da qırılmalıdır. İkisini də bir yerləşdirdim. Güllərimin dibinin hamısını torpağa azalıb Qəbələyə getsəm inşallah gətirəcəm. İndi hamısı Qəbələ torpağıdır, qara torpaq. Can suyu da verərik. Keçək.
Sonunda ölmüş yarpaqlarını qırıram ki ağırlıq verməsin. İnşallah ki tutar. Biraz da ovu. Bu qurudu deyəni var. Ovuram gedir. Bu peynli torpaqda. Belə. Əllərim qaraldı. Deyən gözdə. İnşallah ki xeyirli olsun. İnşallah ki tutsun. Geç suyu aç, əlimi yuyum. Sonra deməli belə bunu bura əkdik. Bunu əslində kəsib də buduyub əkmək olar. Amma burada baxın yarpaqları var. Mıçırlar atıb, ona görə onu götürmək istəmədim. Bu gülümüzü də bu qabımıza belə əkdim. Daha sonra bundan da qırılmışdı. Onu da elə həmən özünün yanına əkdim. Kök salmışdı. Sonra həyəti yuyum. Bir də şeydi. Hadi durdun. Ayağın ağrımır. Şişib ayağı. Düş baxım. Dənizin dünən ayağı burxulub. Mağazinə getmişdik yolda. Bilmirəm. Dünən biraz az ağrıydı. İndi bugün deyir ki şişib. Güllərimə qulluq bir bacımız soruşmuşdu. Gözəl bacım. Deməli ki, valla bir əlim üstlərindədir. Heç elə baxanda məsələn eləsi var ki, elə də yaxşı deyil də. Bunları aparım, qoya danışım. Aylin, gətir onlardan. Ay, qolum qırıldı. Bir də bizim həyətdə çox gün düşür. Bir-iki gülüm var ki, onlara ziyan verir də bu qədər suyun düşməyi. Suyun nə idi günün? Bura qoyacağım, bura həmişə dibdə kölgə alır. Belə, baxın, bunun ağı da açıb. O gün göstərmişdim sizə, hələ açmamışdı. Açıb onun da ağı. Valla, məsələn, bananlı su, banan qabı uşaqlar yemir. Mən onu atmıram. Eləmə quzu. Onu atmıram, onu qoyuram balaca bir qaba. Da balaca deyəndə, yəni litrlik qabada. O orada, deməli, bir qaba, bir 4-5 litr su olan qabada 3-4 tane bananın qabığı. Ondan sonra bir gün, 2 gün qalır onda, bir gün yarım bəs eləyir. Daha sonra götürüb hamısını dibinə tökürəm. Daha sonra 2 litrik butulkada duruş, pesok tökürəm. Onu da qarışdırıram, onu da qalır. Sonra ondan da suluyuram. Nə bilim, bir çox. Məsələn, kartof qabığı özü var. Çox xeyirlidir bitkilərə. Kartofun öz qabığını qoyursan, suda həlim salır. Ondan da bitkilərin dibinə tökürsən. Məsələn, bunlara ehtiyac deyil, amma bu güllərə hamısını dibinə tökmək olar. Limon ağacının özünə də. Limon ağacımda belə saralma gedir. Bilmirəm niyə. Çox günəşimi görür, yoxsa necə. Valla günəş görür deyəndə yayda bitkini günəş görər də, belə görmüşük. Amma bilmirəm niyə. Saralır. Suzi, niyəsə belə saralma istəyir, bilmirəm. Və xalalar, sürətimizi ala bilmədik. Növbəti xalçamı sərdim. Yumağa, o birisini quruda götür. Vaniş, paraşok, şampun hamısını gətirmişik. Birinci yudum qəşəng. Ondan sonra xalçanı sərdik. Qəşəng indi şampunlayacağım, vaniş deyəcəm. Bu böyük olandır. 1.50, 2.30'dur. Bu da Təbriz xalçasıdır. Tac Mahal'dır. Qəşəng istatdır. Uşaqlarla indi düşürük bunun üstünə. Dəniz yox, dənizin ayağı ağrıyır. Girim evə görüm onu ayağına neynirəm. Başlayaq. Sürt fidan. Mən yoruldum. Biraz da verdim. Fidan sürtsün. Qəşəng. Bu, o birisi keçən dəfə yuduğum xalçanın böyüyüdür. O, bu avalli yumrusudur. O yumru dairəsidir. Bu avannisidir. Qəşəng köpürtmüşük. İkinci əlimizdir. Birazdan durulayacaq. Yu. Qəşəng. Qəşəng. Qaşı. O birisi şotka ilə də eləmişik. İndi bundan eləyir. Bu daha yaxşı aparır. Mən sevirəm bunu eləməyin. Yu. Sürt qəşəng. Bu ağlar var ya, qıraqlar. Qıraqları sürt.
Durulamaya keçdi. Hə, getmiyor. Getmiyor. Yavaş yavaş duruluyor. Yok. Olacaq çiçək kimi. Təmiz. Yüzünü de çevirsen yanındadır. Yavaş yavaş bağlayıram, yaxalaya. Altı köpüğü altına da verebilir. Onu da təzdən açıram. Oy Fidan, orasını düzelt. Bunu bir de açacağım. Bakın köpüklü su var orada. Onlar tamam yaxalansın, geçsin. Bunu bir de açaq. Təzdən yaxalayam. Mama. Haydi. Tamam, sondu. Açdım da, yaxaladım da. Neçə prosedurdan keçdi də. Baxın, Tac Mahal mən buna deyirəm. Bundan düşür orada. Düşmür. 1.50-in 2.30'dur bu. Tac Mahal Təbriz xalçasıdır. İran. Belə. Qışın hər tərəfi. Oldu. Valla çox. Neçə saatdır artıq yaxalayıram. Neçə saatdır demiş. Bir xeyli vaxtdır hər yerində yaxalamışam. Gül kimi də su axır da, yəni heç bir şampunlu suzat yoxdur. İndi bir də qatlayacağım. Qoyacağım hündürə. Südlə çörək yeyib elə çıxdım ki, həyətə. Bir də işləri qutarıb həyətdə elə gəldim. İndi əti köftənib, soğan, biber, pomidor, kartof, onları doğrayıram burada. Doğrayıb qazana əlavə edəcəm. Ən üstəndə pörtlənmiş toyuq ətlərini düzəcəm. Zəng gəldi, danışdı. Tutuldu. Alim burada yemək yeyir. Mənə kömək elədi, indi gəlib yemək yeyir. Uşaqlar indi yedi, onlar məndən yeməmişdi. Bu biber buzdamadan çıxartmışam. Buzdama biberidir. Mən çox olanda buzdamaya batıram ki, orada təzə qalır da, nə vaxt çıxartdın, hazırdır. Ona görə. Yemeğimi pişireyim. Daha sonra görək nə edirik. Dənizin də ayağı ağrıyır. Burxulub. Ona görə bilmirəm, yoldaşım tez gəlsəydi aparaq həkimə. Bizim əslində yəni uzun illərdə tanıdığımız sınıqçı da var, amma həkim də var da. Bizdə uşaqlar bir-iki dəfə sınıblar. Ailin də bir dəfə qolu sınıb, Dənizdə 3 dəfə olub. Birində çap düşüb, ikisində də sınıb, məktəbdə itəliblər uşaqlar. Yıxılıb, birində idman dərsində, birində koridorda, nə bilim belə. Şükür ki, Allah qoruyub, heç nə olmayıb da, yəni elə gipsindən qurtarmışıq. Belə. Bilmirəm, indi hansını aparım. Belə oturanda ağrı yox deyə, sadəcə yeridir və salam, yeriyən kimi ağrı olur. Baxmada adam da qorxur ki, uşaqda birdən nəysə olar. Qorxuram. Topuğudur, topuğudur. Topuğudur və deyir ki, o yumru elə bir yeriyəndə, amma orada yumru nəsə yaranır. Bilmirəm, başınıza gəlibsə mənə yazarsınız qızlar. Allah eləməsin, heç kimin başına gəlsin. Yəni indi onlar da kimsə əzilibsə, burxulub da. Yəni, burxulma əslində pis şeydir, ət əziyib də. Elə dünənin malan deyir ki, uşaq pis da ağrıyacaq, uşaq ağrıyacaq. Elə də oldu. Dünən isti-isti idi, çox bilmədi. Yəni ağrıdıya az ağrıdı, amma bu gün vəbşəm. İndi çimizdirdim onu da. Yəni çimdi də, yayda hər gün orta adam çimir. Seylədim, ayağına qoymadım, su dəysin. Bizdə sınıqçı deyir ki, heç vaxt əzilən ayağa su qoymayın dəyməyə. Paltar yuyanın səsi gəlir, onu da qoşmuşam. Paltarlar var, bəlkə də eşitmirsiniz səsimi. Ayağımı bağladım, qoymadım su dəysin, su dəymədi metriyə.
Mən nə bilim. Belə. İnşallah ki, yaxşı olur. Dedim, uşağa nəysə oldu restoranda. Ürəyi qalır uşaqla. Acı biberdi bu. Biberdi doğrayacağım. Yaxşı olsun. Nə qədər də qab çıxıb. Ancaq qab çıxıb, ancaq. Buzlu biberi çıxardırsan 5 dəqiqə sonra açılır. Belə doğradım biberi, pomidoru da. Belə qəşəng üstünə sos tökdüm, pomidorlu, sarı kök, duz və bir balaca da belə su tökdüm. Qaynayıb öz buğunda pişsin. Suyu da, özünün də suyu çıxacaq. Paltaryanım qutarda aparım, paltarları səriyim. Nə qədər qabım var, onları yuyum. Sonda da belə göyərti, reyhan. Yəni də kişniş reyhan qoyuram, göyərti reyhan. Kişniş, bir də reyhan qoydum, şüyüd, kişniş reyhan. Üçündən qoydum belə. Ağzını bağlayaq. Qəşəng pişsin. Orada, ay, kişnişimizin başı burada qaldı. Ha, evet. Biraz da xodu zayıfladık. Все. Daha sonra gedim qablarımı yuyum sizinlə bir yerdə. Bu da belə qəşəng vam odda qəşəng pişəcək. Moyka dolu qabımız var. Yavaş yuyaq. Məncə hissim bir o çox olan abelim var idi Germaniya. Muşlanan bir də bu dəst idi. Əldə işlətməyə bir abelini dəst bundan vermişdi. Bir də o bahalıdan. Bundan hamısı məndə qalır. Çoxu sınmır. Yəni sadəcə necə deyim, qabaq boş qabıqları yemək yeyəndə qoyuruq. Ondan sınıqdı. Qalan hamısı təzə durur. Mən işlədir amma dostu sınmır. Çok yaxşı çıxdı. Bizdə hər vaxt bu qədər qab var. Hər vaxt. Bəzən deyirəm ki, qab qutarmır da, evdə deyirəm, yoldaşıma deyirəm.
Nə bilim də belə yuyanda arada olur ki, adam bezir, şikayət edir də. Yoldaşım deyir, ilk öncə qab yuyana yığ. Deyirəm, valla ona da yığ. Təzdən götür, qurula, hamısı işdə. O da deyir ki, həmişə mənə, yəni nə olar elə demədə sevinir ki, yəni biz yeyirik ki, içirik, Allah şükür, ruzimiz var, nə bilim, canımız sağlamdır, yemək yeyə bilirik, çay içə bilirik ki, məsələn, bizim qablar bulaşır da, yəni düşün deyir, heç nə bulaşmazsan, yuma, təmizləmə, yemə, içmə, bir o nə həyat olar ki, deyirəm, mənə istəyirsən, elə təsəlli verir mənə. Mən adam var, deyəsən tanıyıram. Yəni onlar necə deyim, uzaqdan tanıyıram. Yəni evə eşiyi baxmasın, deyini yeməz, içməz, nə bilim, saatla da belə. Yoxsa bizdə nə vaxt kimin ürəyi nə istədi, yiyir, içir. Məsələn, çay tez-tez də qoyuram, uşaqlar da mənim kimi çayxordular. Yoldaşım da çay sevəndi, mən də. Məsələn, yiyir, içirik. Adam var ki, yeməkdən kənar, yəni də nahar, ancaq gündə 3 dəfə və saat. Bizdə yox, saat yoxdur, saat söhbəti. Gecə olsun belə, uşaq da acıb yeməlidir, niyə görə acı yatmalıdır. Yəni, ancaq elə. Hələ süt olan qabları yumuşam. Qatlıqda çaldım. Qatlıqda çaldım. Qatırım var əslində, təzə almışıq. Amma yenə də sütüm artıq qaldı. Yedik. Bilirəm ki, 2-ci dəfədə yeməyəcək. Az yedik. Aylıq yemədi. Elə mən bir boşqaq mən yedim. Bir boşqaq dəniz. Biraz salat. Yoldaşım işlədi. Mamam işlədi. Ona görə də qalanı da çaldım. 2 qatır olsun. Heyif də qalıb xarab olar. Yaydı. Çox saxlamaq olmur. Götürüb Zuziyə də vermişəm süt. Ona içmədi. Balaca qabda tökdüm, o qabları var özünün. Tökdüm, sevmir ki. Bir ay yarımlıq idi də bizə gələndə. Ondan da balaca bir aylıq, nə bir ay 10 günlük falan süt sevmədi də. Mən ona süt içizdirə bilmədim. Ancaq paçka yeməklər, bir də korum istəyirdi. Başqa heç nə. Süt sevmir də. Pişik olasam, pişik bala olanda belə sütü sevmirdi. Qətiyyən içmək istəmirdi. Buna fikirləşirdim ki, yəni də alınma süt, hər növ süt yoxladım. Belə balaca qablarda olur, uşaqlar üçün ondan hamısını yoxladım, istəmirdim. Süt sevən deyil. Siyah sütü də az tökmüşəm, 2 qaşıq tökdüm. Az da bilirdim ki, içməyəcək. Dedim, bəlkə olar da. Çoxdan da vermirəm. Bəlkə olar ki, eləyər, içər. Bıçağı da sabunlamışam. İki dəfə. Bir yenə sütdüm. Bu qabları da silim yerinə yığım. Daha sonra dəstimi qazançalarını o qədər sevirəm. Çox da işlədirəm. Belə qazançası, tavası. Bu da lap balacası. Aylin deyir ki, bu mənəm. Bu mənəm deyir, Aylin deyir.
Quruyublar, ehtiyac yox. İşler görüldü, qutardı. Bura qoyum. Bunu kazanlarıma aparım, yerinə yığım. Bir dənə yeməyimizə baxaq. Baxın, ətri sizə deyə bilmərəm də. O qədər gözəl ətri var. Super. Gərtini vəbşəm qəşəng ətri gəlir. Yavaş-yavaş qaynayır. Bunları da qoyum yerinə. Keçim görüm zalda nə var, nə yox. Çoxdan da girmirəm ora 1-2 saat. Burada da qatıq çalmışam. Qatığım da burada. Keçim zala yavaş-yavaş. Adiyala büktüm, bir üstünə də paduşka qoymuşam. Nə daşqımı? Bu nədir? Bu hamı çəkdimin içindən çıxıb. Ağ şeydir. Nə kileydir, nə bir şeydir. Bu nəsə rəngləmək üçün, rəngləmədə istifadə olunur. Yox, İnternetdən aç bax da. mən bir dəfə vurdum, amma şeydə vərəqin cırıldı. Onda nəyisə bəlkə də silmək üçündür. Keçelim zala, keçim məndə. Yaxşı, çək, nə çəkirsən çək. Bunu gətirib yoldaşım qoymuşdu. Bura indi açdım ki, qatdalıyam. Qəşəng tərsizinə. Elə gözəl yuyulub ki, yəni vanişlə tam gözəl olur da, çox gözəl. Baxın, qoy bir dənə açım. Burada açdım. Çünki orada dar idi. Aha, birincisini eləsin. Aha. Zuzi. Kızım. Zuzkam. Burada da Aylin. Aylin xalalarla salamlaş. Sağ siz. Aylin da burada rəsm çəkir. Həmişə kimi. Bunu yaxşı canmışıq. Həqiqətən. Çünki çox oynayır onunla. Oy. Oy. Can, nə oldu qızım? Oynamaq istəyir, xalça ilə oynamaq istəyir. Qoy yer oynasın. Qoy oynasın, 5 dəqiqə sonra bağlayım. Qoy. Siz ona baxın da, siz onun həyasızlığına baxın ki. Xala, çadıma girib məndən yatıraya bax. Aha, getdi. Görsən, dur qatdalayım. Deyirəm. Aylin, biraz çəkil onu. Başlayışdım. Narahat olmuşam. Öyle bir şey yok. Bunu da böyle bağladık. Düğüm oldu. Kızım. Ne kimsin orada kızım? Ne var orada bakmalı? Mama, var bu dişçiler. Hə, xalalar, bir tərəfdə biri uşaq, bir tərəfdə də bir digər uşaq şəkil çəkə bilir. Aylində böyük olan həcmi də biraz ucuz olub, balaca olan həcmi də var. Suzi, Aylin. Suzi, Ne deyirəm bilirsən? Suzi, çıx səni çəkim də, aşkım. Suzi. Belə çadırımız da burada. Aylin çox sevir, onu da girib içində yatır ancaq. Özünə yer düzəldib orada. Qoy görüm. Sizə göstərim. Belə onun uşaqlığı əcyalı da ora sərib. Bir də belə paduşka qoyub ora. Qəşəng. Bura suzaq da qoyur, meyvə, hər şey qoyur. Hər şey. Qızlarımız da burada yatıblar. Bu da burada. Ay komşenə qubam. Suzi, Ceyranım. Səni çəkim də. Niyə istəmirsən? İstəmir, rahatdır. Orada da yatacaq. Yuxulayacaq. Belə. Bak bu hem belirde işledilir. Hem de bir yere düşürdüler. Hem de diğer belirde Tamam. işledilebilir. Aha, tamam. Belə bugün qalıb orada, oradan baxır. Bu videomuz da burada tamamlansın. Sağ olun. Növbəti bir videoda, vlogda görüşmək ümidi ilə inşallah. Hələlik.